Özünüzü təqdim eləyin. Qocayev Aqil Adiloğlu. Sizin əsas probleminiz nədir? Problem burada 2 ayda başlayıb. 2 ayda bu küçədə ümumiyyətlə görürsünüz nə qədər adam yığılıb. Ətrafda bu bina evlər var, bu yaşayış məntəqələri hamısı. Bu Söğütlü küçəsidir. 1, 2, 3, 4, 3 dənə döngədir. Bunların hamısında cəmaatla danışmışıq. Hamının evindən ühünət iyi gəlir, açton iyi gəlir. Açtondur, mazut qarışıq belə iyi gəlir. Rastvarit eləyir, ayso. Bu 2 ayda başlayıbdır. Mən özüm şəxsən gigiyena və epidemiologiyaya zəng eləmişəm. Mənim ərizəmi də götürüblər, ad familiyamı da şikayət eləmişəm. Deyiblər ki, baxacağıq, göndərəcəyik. Düz 9 fevral zəng eləmişəm. Sizə də göstərdim telefonumda o zəng elədiyim. Biraz zəhmət olmasa göstərin onu ətraflı şəkildə. Bir dəqiqə. Olsa daha yaxşı. 9 fevralda yığmışam. Bir dəqiqə tapım onu göstərdim sizə. Baxın, 3 dəfə yığmışam onları. Görürsünüz burada. Gigiyena epidemiologiya 13-11 orada bir xanım idi. Götürdü mənim ərizəmi axırda. Adımı, familiyamı, küçənin adını da götürdü. Dedi yollayacağıq, baxacaqlar, tədbir götürəcəyik. Heç kəsi də yollamadılar. İndi bu nətəri gigiyena epidemiologiyada necə işləyirlər, başım çıxmır. Hara baxırlar, bu qədər cəmaət burada küçədə hamıraq olacaq. Gəlib baxmırlar, bir şey eləmirlər. Ünvan necə gedir bura? Ünvan bura gedir Söğütlü küçəsi, 3-cü döngədir. Binəqədi rayonu. Binəqədi rayonu, bəli. Bura Biləcəri qəsəbəsi gedir. Binəqədi bu keçmiş Zəngəzur restoranı var. Ondan içəri girirsiniz. O bu adresdir. Yəni bu küçənin adı Söğütlü küçəsidir. Burada döngələr var. 1, 2, 3, 4 döngədir hamısı. Nə qədər müddətdir ki bu illər 2 ay. davam Bu edir? 2 ay ərzində. 2 ay ərzində gəlir. Mən şəxsən burada binalar tikirlər, sosial binalar. Mən onlardan şübhələnirəm. Onlar binaları kraskalıyırlar. Bəli, o sosial binalardır, sosial. Onları tikirlər. O 2 aydır orada kraska işi gedir. Mida şirkətidir də burada yaxınlıqda. Bəli. Onlar eləyirlər. Mənim fikrimcə onlar eləyir. Çünki o bu kanalizasiya xəttinə onlar təzə çəkdilər. Bir ildə bu kanalizasiya xəttini çəkdilər. O zaman onlar tikintiyə etməmişdən öncə belə bir hallar baş verir. Yoxdur. Üstəlik onu da şikayət edəcəm. Bax gördünüz bu yol nə gündədir. Hamısı deşik olub. O asfaltı da onlar çəkdilər. Gül kimi yolumuz vardı, yolu da bərbad elədilər. Qarlı suylu vaxtı palçıq çəkdilər. Yolumuzu da bərbad günə qoydular. 50 dəfə dedim onu çəkməyin də. Kanalizasiya dökmürlər. Buradan kanalizasiyalarını çəkdilər. Asfalt üstündən də asfaltı necə gəldi vurdular. Asfalt 1 il yoxdur burada bu asfaltı vurublar. Asfalt 5-6 aydır. Asfalt hər yerdə cırıq olub asfalt. İndi əsas probleminiz odur ki, asfalt problemimiz iyidir. Bəli, bu üfunət iyi. İndi özünüz də gördünüz də iyi necə var indi. Bəli. Dəhşət iyi. İndi kamera verə bilmirik, amma o gigiyena epidemiologiya buna nazirlik baxır da bu işə. Gəlib öz işlərini görsələr, o iyi görəcəklər. Gəlmirlər. Göstərdim də sizə nə vaxt zəng eləmişəm onlara. Familiyamı da götürüblər, nömrəmi də götürüblər, adresimi də götürüblər, gəlməyiblər. 2 ayda gəlmirlər onlar. Bu necə nazirlikdir ki, bunlar gəlib işlərini görmürlər. Bizi bu maraqlandırır. Nə deyirlər sizə? Mən heç nə deyirlər ki, baxacağıq. Nə zaman baxacaqlar? Nə vaxt baxacaqlar, o keyfləri hava istəyir, onda baxacaqlar. Elə çıxır. Yəni burada insan həyatından söz edilir. 10 min bəlkə də burada insan yaşayır. Heç vəzlərinə deyil. Adı nazirlikdir. Gigiyena və epidemiologiya. Və epidemiyaya bunlar baxmadılar. Bu belə şeylərə bunlar nazir eləmədilər. Mənə oradan məsləhət verirlər ki, kanalizasiya idarəsinə zəng edin. Kanalizasiyasının buna nə daxili var? Gəlsinlər, baxsınlar, tədbirini götürsünlər. Bunlar tökürlərsə onun kraskanı burada cəmaatı açtonla bu kimyəvi elementlərdir. Zəhərləyirlərsə cəmaatı bu işi orada qadığa qoysunlar, ştraf eləsinlər, nə lazımdır, tədbir görsünlər. Gəlmirlər. 2 aydır bu cəmaat burada yaşanmır. Gecə yata bilmir o ildən. Heç nə görə bilmir. Hamam tualetə girmək olmur illərlə. Gözlər göynüyür. Ola bilər qaz olsun, nə bilim. Təqdim eləyin. Mən Hüseyn Sadıqov Musoğlu. Nə deyə bilərsiniz Bu məhəllədə yaşadım və bu cəmaat dediyi kimi bizdə. Yəni səhər elə vaxt olur ki, günorta vaxt olur. Elə vaxtda axşam çağı olur. Yəni rastvarit iyi gəlir. Yəni bu ola bilsin bəlkə qazdır, nə bilirsin ki, yəni evdə spika yandırasan, nəsə yandırasan. Ev partladı. Sonra yəni fövqəladə vəziyyətdir hal-hazırda. Yəni fakt budur da, olan budur. İyi gəlir. Elə iyi gəlir şey həqiqətən adam burnu tutub, yəni həyətdə tualetə qaçılır. Açıq da, yəni evin içində girəmir. Qapını açsan, pəncərəni açsan ki. 2 ay ərzində bu hallar baş verir. Yazıb ağzında deyir ki, mən neçə dəfə zəng eləmişəm, çağırmışam, tədbir görürlər, yox. Siz gələsiniz səhər burada yanan görə. Yəni ola bilsin burada sexlər var. Özünüzü təqdim edin. Xalid Rasulov. Burada sexlər var, nə bilim kabel istehsal edən var, nə bilim mebel, üstü, mərmər
süni mərmər istehsal edənlər var. Ola bilsin ki, onlardan da ola bilər. Yəni onu biz aydınlaşdırıb biz gedib kimsə obyektlərinə girib girə bilmərik axı qanunsuzdur öz başımıza. O deyil sizi. Bax burada o günlərə qədər o deyil kalbide şeyler, yeşiller koyuyorlar da zibil yeşiller. Gece yarısı getirirler oraya zibil tökülür. Mal hayvanı içerisi dökülür. Paketler, ne bileyim başka zibiller İyiden kesmeye olmuyor. Ilə bağlıdır da o kanalizasiyadan gələn Bunu qoxu. hara gider? Zibil qutularından gələn iyindən getmir. Burada kanalizasiyadan gələndən Yəni danışır. bu kanalizasiya Yəni gedən bunu bilmirik də hansı sexlərdir, kimdir. ildən burada Bilə getmir. bilmirik, onu biz bilə ildən söhbət bilmirik. getmir. Bu tökülən su hara gedir tökülür? Mənə maraqlıdır. Bu aseton kimyəvi elementlər tökülür kanalizasiya. Bu hara gedir axırda? Gedib Xəzərə tökülmür. Bu ekologiya bu nəyə baxır bu onda gəlib buna tədbir görmüsü? Maşından düşdü. Gəlsin müəyyən eləsin hardan tökülür, Saxlayıb yoxlayıb. cəzasını versin. Bağlatdırsınlar, nə bilim, nə İndi qanun, oradan nə gəlir, buradan gəlir, onu dəqiq demək olmur düzdür. Amma bu evlər kraskalamağa başlayandan bu iyi götürüb buranı. Mənim fikrimcə, Hə. şəxsim fikrimcə o Yəqin ki, evlərdən. yəqin. Fasadı kraskalıyorlar, podyezdi kraskalıyorlar. Bir dansı zəhmət olmazsa. O binaları kraskalamağa başladılar. Gördüm ki, təxir verəcəklər. Yəni mən ondan şübhələnirəm şəxsən. Siz bəs nə deyə bilərsiniz? Sizin bəs şübhələndiyiniz kimlərdir? Şübhələndiyimiz ancaq mən dediyim kimi, ya bax bu qardaş dediyi kimi, ya nə burada bu sexlərdir, burada çox sexlər var da, bilinmir nə ilə məşğuldurlar. Bəs Onu biz tələbiniz nədir? Kimə tələbimiz üstünə müraciətiniz? gəlsinlər, Naziri kim bu arada, bu hansı işə baxan qurum naziri buna bu. baxırsa gəlsin, yaxınlaşsınlar, Gigiyena, köməklik epidemiologiya. eləsinlər. Sizi də çağırmamızın səbəbi odur ki, yəni bunu işıqlandırasınız ki, yəni hansı qurum buna baxırsa yaxınlaşsınlar bizə. Bunu deyək dərdimizi sərimiz ki, qardaş, biz ölürük burada iyidən, boğuluruq. Evdə xəstə asma insanlar vardır. Bütün insanları zəhərlər. Sadəcə olaraq sizin gəldiyiniz saat elə bir saatdır ki, yəni bu dəqiqə hamı evində məsələn indi çağıra bilmirik. Yəni gündüz vaxtı olsa, gündüz vaxtı çıxardıb danışdırmaq olar hamını bir-bir. Bu iyi də yenə də deyirəm, iyi elə bir şeydir ki, bunu siz çəkib göstərə bilmirsiniz. Bəli. Gərək özləri gələr. Bununla bağlı. O qurumlar ki, bunu nazirlikdir, hansı qurumlar ki, buna baxır, əsas mən bilən gigiyena epidemiologiyadır. Mən onu araşdırdım, ona görə onları yığdım. Gəlsinlər, baxsınlar, işlərini görsünlər. Bu qədər cəmaət var. Bunlar Azərbaycan vətəndaşıdır hamısı. Burada cəmaət qırılsın, hamısı xəstələnsin, raq tutsun. Bunlar gəlib baxsınlar da işlərini görsünlər. Nə baxırlar, nə məsələdir bu? Yəni insan həyatı, sağlamlığı Şikayət eləyirsən təhlükədədir. gəlmirlər. Şikayət eləyirsən gəlmirlər. Nə gözləyirlər mən bilmirəm bunlar. Nə iş görəcəklər. Gəlib işlərini görsünlər, baxsınlar, cəmaətin evinə girsinlər, hamısını yoxlasınlar. Görsünlər o evdə yaşamaq olar yoxsa yox. Gəlib baxsınlar, tədbirlərini görsünlər. Şikayətimiz budur.